Salam dostlarım, istədim bir günümü sizinlə bölüşüm. Əslində bir günümü deyil də bir günümün bir hissəsini. Klassik olaraq günümüzə yatağımızı yığmaqla başlayırıq əlbəttə ki. Yataq örtüyümə qətiyyən yürümək olmaz. Günümü bir gün əvvəldən planlamışam ki, bu gün nələr edəcəm. Çünki həqiqətən də elə daha rahat olur. Əvvəlcə başlayıram kitab oxumağından. Bu kitabı mənə dostum hədiyyə etmişdi. Hansı ki, içində kiçik hekayələr vardı. Onlar həm motivasiya edici, həm də öyrədici hekayələrdir. Kitabı tərsdən oxuduğumu görəcəksiniz. Çünki oxumağa bir müddət ara verdikdən sonra axırdan oxumağa başladım. Hekayələr fərqli olduğu üçün bunun heç bir fərqi yoxdur. Yeni il üçün çəkdiyim videomda özümə demişdim ki, bu il daha çox su içəcəm, amma yenə də unuduram. Səhərləri qalxan kimi kofe içən insanları heç başa düşmürəm. Çünki qətiyyən dadı olmur da, yəni səhərləri kofe içməyin. Ya günorta ya da ki, axşam içəsən, onda okey. Bəzi vərdişlərimi geri gətirməyə çalışıram və podkast dinləmək də onlardan biridir. Bu bölüm Engin Gençtan'ın İnsan Olmak isimli bu kitabından altını çizdiğim bir kısmı okuyup daha sonrasında onun üzerine konuşacağım. Hadi gel hemen bölüme geçelim. Doğa yeniden canlanırken siz de yeniden başlamaya hazır mısınız? Bahar mevsimi sadece doğanın değil, zihnimizin de. Bakalım ilk altını çizdiğim kısımla başlayacağım. Sonrasında belki diğer kısımlara da zaman kalırsa ufak ufak değinirim. Diyor ki sevgili Engin Gençtan, bazı insanlar güçsüzlükleriyle çevre... Hər gün dil öyrənməyə mütləq vaxt ayırıram. Bu tərs kitablar oxumaq dilin inkişafına aid köməkdir. Gördüyünüz kimi bilmədiyim sözlərin üstündən mənalarını yazmışam. Hekayə 13 bölümdən ibarət idi. Mən isə 9-cu bölümündə idim.
Bu kitabda mətnlər verilibdir və siz mətnləri oxuyub başa düşdükdən sonra keçirsiniz sözlərə. Hər unit üçün 3 sual verilir və siz bu sualları edərəkdən sözləri daha yaxşı yadda saxlamış olursunuz. Bu isə mənim plan dəftərimdir, hansı ki mən burada aylıq və həftəlik planlarımı aparıram, həmçinin bəzi qeydlərimi götürürəm. Yeni aya girməzdən 2-3 gün əvvəldən planlarımı qurmağa başlayıram. Baxacağım filmdən tutmuş, edəcəyim hər şeyə qədər qeyd edirəm orada. Və baxın, sizə rəsm dəftərimi göstərirəm. Burada bəzi çəkməyə çalışıb da seçə bilmədiyim şəkillər vardı. Rəsmlərin əsasını qurmuşam divara, ona görə burada 2-3 rəsm qalıbdı. Burada biraz şoka gedirəm, çünki dəftər aparmadığım gün müəllim dəftərləri yoxlayırdı deyə məzmur buna yazmışdım. Son vaxtlar niyəsə rəsm çəkə bilmirəm, səbrim çatmır, rəsmi yarımçıq buraxıram, sonra keçirəm başqa bir rəsmə və hal-hazırda çəkəcəyim rəsm də zaten heç də yaxşı alınmayacaq. Çünki üzərində işlənilməli çox hissələri qalır, amma mən yenə də səbrim çatmadığı üçün elə buraxıram. Və çəkdiyim budur, amma telefonun həqiqətən daha da pis görünür, çünki normalda biraz daha yaxşıdır. Yəni dediyim kimi səbrim çatdırmır, ona görə də yarımçıq buraxıram. Sonrası gedirəm velosiped sürməyə. Velosiped sürməyi yəni soyuq olduğu üçün sürmədim deyə. Sürdüyüm vaxt ilk günün həyəcanı və qorxusu ilə sürmüşdüm. Qorxduğum üçün də əlbəttə ki sürərkən çəkə bilmədim, sadəcə durarkən çəkə bildim. Video bura qədər idi. Əgər videonu bəyəndinizsə kanala abunə olmağı və like atmağı unutmayın. Əgər videonu bəyənsəniz sizlər üçün bir bütün günümü çəkəcəm. Sağ olun.